Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutmaq siyasətinin nəticəsiz qalması. Ağa Məhəmməd xanın Tiflisi tutması 2-ci Yekaterinaya çatdırılmışdı. Belə bir vəziyyət Gürcüstanı rəsmi olaraq himayəyə alan, lakin onu müdafiə etməyən Rusiyanın nüfuzuna böyük bir zərbə idi. 2-ci Yekaterina sarsılmış nüfuzunu bərpa etmək məqsədi ilə General Qudoviça 1795-ci il 16 noyabr tarixli sərəncamı ilə bütün Cənubi Qafqazı və eləcə də Xəzər dənizi sahillərini İran təcavüzündən qorumağı tələb edirdi. Şübhəsiz qorumaq dedikdə Azərbaycanın şimal torpaqlarını ələ keçirmək siyasətinin həyata keçirilməsi nəzərdə tutulurdu. 1796-cı ilin əvvəllərində Rusların və Gürcülərin birləşmiş qüvvələri Gəncəni mühasirəyə aldı. Cavad xan bac verməyə razılığını bildirməklə şəhəri dağıntılardan xilas etdi. Rus ordusu 1796-cı il fevralın 15-də Dərbənd şəhərinə çatdı. Beləliklə Çar hökumətinin Azərbaycana qarşı müstəmləkəçilik siyasətinin növbəti mərhələsi başlandı. Dərbəndi müdafiəyə qalxan Qubalı Şeyxəli xan müdafiə üçün qonşu xanlardan kömək istədi. Lakin Şeyxəli xanın çağırışını təkcə Bakılı Hüseynqulu xan cavab verdi. 1796-cı ilin əvvəlində himayəsində olan Gürcüstanı qoruya bilməyən Rusiya əvvəlki nüfuzunu bərpa etmək və Azərbaycanın şimal torpaqlarını işğal etmək üçün Azərbaycana Valeriyan Zubovun başçılığı ilə yürüyüş təşkil etdi. 1722-ci ildə 1-ci Pyotrun manifesti kimi 1796-cı ildə 2-ci Yekaterina manifest verdi. Rus ordusu 1796-cı ilin mayında Dərbəndi tutdu. Şeyxəli xan və onun yaxın adamları əsir alınaraq Zubovun hüzuruna gətirilmiş və o kraliçə adından onun bağışlanacağını vəd etmişdi. Dərbəndin tutulmasına şərait yaradan amillər, şəhərdə yaşayan ermənilərin xəyanəti, mübarizə aparmağın çətinliyi. Zubov Dərbəndin idarəsini Şeyxəli xanın Rusiyaya meyilli bacısı Pəricə xanıma tapşıraraq Bakı istiqamətində yürüyüşə başladı. İyunun 6-sında Quba işğal olundu. Bundan sonra Bakı, Şamaxı və Salyanə yol açıldı. Müqavimətin mənasız olduğunu görən Bakı xanı Hüseynqulu xan iyunun 13-də Bakını təslim etdi. Zubov Bakıda xeyli hərbi dəstə qoyub Şamaxıya istiqamət aldı. Şeyxəli xan nəzarətin zəifliyindən istifadə edərək qaçdı və ruslara qarşı mübarizəni davam etdirdi. Bu zaman Zubovun Azərbaycan xanlıqları ilə əlaqələri genişlənmişdi. İbrahim Xəlil xanın oğlu Əbilfət xan bir neçə bəyzadə ilə birlikdə qiymətli hədiyyələrlə cins atlarla Zubovun yanına gəldi və sədaqətlə Rusiyaya itaət edəcəyini bildirdi. Lakin İbrahim Xəlil xanın bu addımı diplomatik səciyyədə daşıyırdı. Çünki İbrahim Xəlil xan Zubovun işğalçı yürüyüşünün Qarabağda məliklərin güclənməsi və onun hakimiyyətinin devrilməsi ilə nəticələnəcəyini yaxşı bilirdi. Ona görə də o, Azərbaycanın şimal xanlıqları və bəzi Dağıstan hakimləri ilə sözləşərək Rusiya işğalına qarşı ittifaqa bənzər bir birlik yaratdı. Əvvəlcə sui-qəsd təşkil etmək qərarı verildi. Generalı qətlə yetirilməyi Zubovun qərargahında olan Nurali xanı öz öhdəsinə götürdü. Lakin sui-qəsdin üstü açıldı. Nurali xan tutulub Həştərxana sürgün edildi. Şeyxəli xan göz dustağına çevrildi. Buna baxmayaraq Rusiya işğalına qarşı silahlı mübarizə bütün anti-rus qüvvələri vahid cəbhədə birləşdirdi. Bu işdə Şeyxəli xan fərqlənirdi. O Mustafa xan, Səlim xan və Dağıstanın bəzi hakimləri ilə əlaqə yaratmışdı. 1796-cı ilin sentyabrın sonunda Şeyxəli xan Qazıqumux xanı ilə birləşərək Quba xanlığının Alpan kəndi yaxınlığında 500 nəfərlik rus hərbi dəstəsini darmadağın etdi. Oktyabrın 21-də general Rimski-Korsakovun komandanlıq etdiyi dəstə Gəncəyə yola düşdü. Gəncə xanlığı işğal edildi. Rus ordusu qışı Muğanda keçirib 1797-ci ilin yazında hərbi əməliyyatları Azərbaycanın cənubuna keçirib Qacara zərbə vurmaq istəyirdi. Lakin 1796-cı ilin noyabrında 2-ci Yekaterinanın ölümü Rus ordusunun bu planını pozdu. Hakimiyyətə gələn Çar 1-ci Pavel anasının digər tədbirlərini ləğv etdiyi kimi Rus qoşunlarının Azərbaycanın şimal torpaqlarından çıxarılması haqqında əmr verdi. Bu proses 1797-ci ilin yazına qədər davam etdi. Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın şimal torpaqlarına ikinci yürüyüşü. 1796-cı ildə Ağa Məhəmməd özünü şah elan etməklə İranda Qacarlar hakimiyyətinə əsasını qoydu. İranda 1796-cı ildən 1925-ci ilə qədər Qacarlar sülaləsi hakimiyyətdə olmuşdur. Rus ordusunun Azərbaycanı tərk etməsindən istifadə edən Ağa Məhəmməd Şah Qacar 1797-ci ildə ikinci dəfə Şuşaya hücum etdi. Hücuma keçməsindən əvvəl arxa cəbhəni gücləndirmək məqsədi ilə qardaşı Əliqulu xanın başçılığı ilə Təbrizə böyük sərbaz dəstəsi göndərdi. Özü isə Ərdəbilə gəldi. İbrahim Xəlil xan kömək üçün Carbalakənə Avar xanı Ümmə xanın yanına getdi.
Qarabağ ruhanilərinin başçısı Hacı Babək şahın düşərgəsinə getdi. Şah Şuşalılardan 500.000 əşrəfi təzminat istədi. Beləliklə Şuşa tutuldu, şəhərdə cəza tədbirləri başlandı. Onun yanına könüllü gələn Gəncəli Cavadxan, Bakılı Hüseynqulu xan, vəzir Molla Pənah Vaqif zindana atıldı. Mustafa xan və Səlim xan qasid vasitəsilə öz itaətlərini bildirmişdilər. Ağa Məhəmməd Şah Quballı Şeyxəli xana Bakı xanlığının idarəsini vəd etmişdi. 1797-ci il iyulun 4-də İbrahim Xəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin təşəbbüsü ilə Ağa Məhəmməd Şah Qacar Səfərəli bəy və Abbas bəy tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Şahın qətlindən sonra Bakı, Gəncə və İrəvan xanları öz şəhərlərinə qayıtdılar. Qacarın qoşunu cənuba çəkildi. Qarabağ xanlığında hakimiyyət müvəqqəti olaraq Məhəmməd bəy Cavanşirin əlinə keçdi. Hakimiyyəti ələ alan İbrahim Xəlil xan Ağa Məhəmməd Qacarın cənazəsini Tehrana yola saldı. Sonra isə qızı Ağabəyim ağanı Ağa Məhəmməd Şahdan sonra hakimiyyətə gələn Fətəli Şahın sarayına göndərərək yaranmış gərginliyi aradan qaldırdı. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalının başlanması. Ağa Məhəmməd Şah Qacar qətlə yetirildikdən sonra Azərbaycanın şimalında vəziyyət əsaslı şəkildə dəyişdi. Yenə də xanlıqlar arasında köhnə düşmənçilik və ədavət hissləri baş qaldırmağa başladı. Şuşaya qayıtmış İbrahim Xəlil xan qardaşı oğlu Məhəmməd bəyi minnətdarlıq etmək əvəzinə ona şübhə ilə yanaşmağa başladı. Məhəmməd bəy vəziyyəti belə görüb Şəki xanlığına qaçdı. Şəki xanı Məhəmməd bəyi həbs edərək Qarabağ xanının düşməni Mustafa xana təslim etdi. Mustafa xanın Məhəmməd bəyi edam etdirməsi Şamaxı və Qarabağ xanlıqları arasındakı ziddiyyətləri yenidən kəskinləşdirdi. Azərbaycan ərazisində mərkəzləşmiş dövlətin olmaması vahid xarici siyasət xəttinin aparılmasına mane olurdu. İran və Osmanlı dövlətləri mövcud şəraitdə Azərbaycanın müstəqilliyi üçün o qədər də təhlükə törətmirdilər. Təkcə onu göstərmək kifayətdir ki, 19-cu əsrin əvvəlində nə İran, nə də Osmanlı dövləti özgə ərazisi işğal etməmişdi. Rusiya isə əksinə sərhədlərini nəinki Şimali Qafqaz, həmçinin Mərkəzi Asiya və Qazaxıstan hesabına genişləndirmişdi. Bakı xanlığında Hüseynqulu xan Şamaxı xanı Mustafa xanın köməyi ilə 2-ci Mirzə Məhəmməd xanı hakimiyyətdən məhrum etmişdi. Bu hadisə onların Quba xanı Şeyxəli xanla münasibətlərini pisləşdirdi. Şeyxəli xan Salyanı ələ keçirsə də burada möhkəmlənə bilmədi. Şeyxəli xan Qazıqumud hakimləri ilə uzun müddət mübarizədən sonra nəhayət 1803-cü ilin 12 sentyabrında Dərbənd şəhərini yenidən Quba xanlığına birləşdirməyə nail oldu. 18-ci əsrin sonu 19-cu əsrin əvvəlində xanlıqlar arasında münasibətlərin kəskinləşməsi ölkənin sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırırdı. Siyasi cəhətdən hökm sürən qeyri-sabitlik ölkəni işğal etmək istəyən kənar qüvvələri üçün əlverişli şərait yaradırdı. Azərbaycanın diqqət cəlb etməsinin əsas səbəbləri mühüm strateji mövqeyi, Avropa dövlətlərinin İranla ticarətindəki mövqeyi idi. İngiltərənin və Fransanın Cənubi Qafqaza, həmçinin Azərbaycana münasibəti onların İranda mövqelərini möhkəmləndirmək siyasəti ilə bağlı idi. Rusiya Cənubi Qafqazın, o cümlədən Azərbaycanın sərvətlərini mənimsəməyə, Xəzər dənizi hövzəsində ağalığa nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Rusiya Cənubi Qafqazı tutmaqla hələ tam fəth edə bilmədiyi Şimali Qafqazı cənubdan mühasirəyə almaq niyyətini reallaşdırmaq istəyirdi. 1801-ci il sentyabrın 12-də İmperator 1-ci Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Şərqi Gürcüstanla birlikdə Azərbaycana əzəli torpaqları Qazax, Şəmşədli, Borçalı, Pəmbək və Rusiyanın müstəmləkəsinə çevrildi. Bu Azərbaycan torpaqlarının Rusiyanın tərkibinə qatılması ilə Azərbaycan torpaqlarının işğalı başlandı. 1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda Georgiyevsk şəhərində siyasət və ticarət məsələləri üzrə danışıqlar gedirdi. Nəticədə 1802-ci dekabrın 26-sında Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku Şamxalı, Qarakaytaq Usmisi arasında Georgiyevsk müqaviləsi imzalandı. Bu müqavilə İrana qarşı çevrilmişdi. Bu müqaviləyə görə müqaviləni imzalayanlar İran hücum edən hallarda ona qarşı çıxmağa öhdələrinə götürürdülər. Müqaviləni imzalayanlar öz xahişləri ilə Rusiya himayəsinə qəbul oluna bilərdilər. Cənubi Qafqazda Rus tacirlərinin təhlükəsizliyi təmin olunmalı idi. Xəzər dənizində gəmiçilik inkişaf etdirilməli idi. Əslində bu müqavilə imzalandığı gündən əhəmiyyətsiz bir sənədə çevrildi. Çünki Rusiya bu müqaviləni imzalamaqla öz işğalçılıq planlarını pərdələyirdi.
Rusiya Cənubi Qafqazın bütünlükdə işğal edilməsi planlarını reallaşdırmaq üçün Azərbaycan xalqını nifrət bəsləyən, qəddar və amansız knyaz Pavel Siyanovu Qafqazdakı Rus qoşunlarının komandanı təyin etmişdi. Çar Balakəni və Gəncə xanlığının Rusiya tərəfindən işğalı. Şərqi Gürcüstan tutulandan sonra ilk hədəf Carbalakan oldu. Bu da səbəbsiz deyildi. Carbalakan Rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsindən maneə, İran və Osmanlı dövlətlərinin isə Rusiyaya qarşı mübarizəsi üçün mühüm strateji əhəmiyyəti olan bir ərazi idi. 1803-cü ilin martında Rus generalı Qulyakov 5000 ordu ilə Carbalakan'a hücuma başladı. Qanıq çayı sahilində baş vermiş döyüşdə Nizami Rus ordusu qalib gələrək Balakəni tutub dağıtdı. 1803-cü il aprelin 12-sində Tiflisdə Carbalakanın Rusiyanın tərkibinə qatılması şərtləri və andlı öhdəlik sənədi imzalandı. Bu sənədə görə Carlar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq əmanətlər verməli, öz ərazisində Rus qoşunları yerləşdirməli idi. Qulyakov cəmaətlığın daxili idarəsinin dəyişilməz qaldığını və əhalinin qəbul etmiş şərtləri yerinə yetirmədiyinə görə Cara hücum etdi. Car ikinci dəfə tutuldu. Zaqatala yaxınlığında dərədə baş vermiş döyüşdə Ruslar məğlub olub, Muxaq kəndinə geri çəkildi və general Qulyakov öldürüldü. Cənubi Qafqaza Rus ordusunun baş komandanı təyin edilən Siyanov Carlara divan tutdu. İlsu sultanlığını işğal etdi. Növbəti işğal hədəfi Gəncə seçildi. Noyabrın 29-da Şəmkirə daxil olan Siyanov Gəncə xana Cavad xana hədələyici məktub yazdı. Tabe olmaq fikrində olmayan Cavad xan Siyanov ilə müharibəyə başladı. İlk döyüş Gəncənin 2 kilometrliyində Quruqobu adlanan yerdə baş verdi. Rusların Gəncəyə hücumu zamanı şəhərdə yaşayan ermənilər xəyanət edərək Ruslara kömək edirdi. 1804-cü ilin yanvarın 2-sindən 3-ünə keçən gecə Orucluq bayramı günü qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu xan öldürüldü. Gəncə xanlığı Ruslar tərəfindən işğal olundu. Çar 1-ci Aleksandr öz arvadının şərəfinə Gəncəni Yelizavetpol adlandırdı. Gəncə sözünü işlədənlər 1 gümüş manat cərimə verməli idilər. Gəncə xanlığının işğal edilməsinin Rusiya üçün böyük əhəmiyyəti oldu. Digər xanlıqların da taleyi faktiki olaraq həll edildi. Azərbaycanın cənub bölgələrinə yol açıldı. Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyi təmin olundu. Rus qoşunlarının Xəzər sahillərinə çıxıb Həştərxanla əlaqələrinin təmin edilməsinə şərait yarandı. 1-ci Rusiya-İran müharibəsinin başlanması, Qarabağ, Şəki və Şamaxı xanlıqlarının işğal edilməsi, Car Balakənin və Gəncənin işğalı, Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru irəliləməsi İranı qəti addımlar atmağa məcbur etdi. 1804-cü ilin mayında İran Rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rusiya bu tələbi rədd etdi. Belə olduqda 1804-cü il iyunun 16-sında iki dövlət arasında diplomatik əlaqələr kəsildi. Müharibə başlandı. Müharibə hər iki tərəfdən Azərbaycana qarşı ədalətsiz müharibə idi. Çünki onun torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. İlk döyüş 1804-cü il iyulun 27-sində Üçmərsin monastırlarının divarları yaxınlığında, ikinci döyüş isə İrəvan yaxınlığında Qəmərli kəndində oldu. Hər iki döyüşdə İran ordusu qalib gəldi, Rus ordusu geri çəkildi. 1804-cü il İrəvan yaxınlığında Məhəmməd xan Rus qoşunlarını məğlub etdi. 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında 11 maddədən ibarət Kürəkçay müqaviləsi imzalandı. Müqaviləyə görə xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiyanın təbəəliyinə qəbul olundu. Xanlıq xarici siyasət hüququndan məhrum oldu, lakin xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanılırdı. Xanlıq hər il Çar xəzinəsinə 8000 çervon xərac verməyə öhdəsinə götürdü. Şuşada əhalinin hesabına Rus ordusu saxlanılmalı idi. 1805-ci il mayın 21-də Şəki xanlığı da Kürəkçayda eyni şərtlə Rusiya ilə müqavilə bağlayaraq Rusiyanın asılılığını qəbul etdi. Azərbaycanın qərb torpaqlarını işğal etdikdən sonra qarşıda Bakı və Şamaxı xanlıqlarının ələ keçirilməsi dururdu. Siyanov Şamaxı xanı Mustafa xana yazdığı məktubda bildirirdi ki, xanlıq öz xoşuna Rusiyanın asılılığını qəbul edərsə, xan hüququ saxlanacaq, Rusiya xanın daxili işlərinə qarışmayacaq, Rusiya xanlıqdan vergi almaqla kifayətlənəcək, xanlıq xarici siyasi hüququndan məhrum olacaq. Şamaxı xanı Mustafa xan Siyanov qarşısında bir neçə tələb qoyurdu. Rusiyanın hakimiyyətini qəbul edəcəyi halda bir neçə il müddətində Azərbaycanın şimal xanlıqları onun tabeliyinə keçməli, Rusiya xəzinəsinə vergi verməkdən imtina etməklə bərabər, eyni zamanda ona aylıq maaş təyin olunmasını da tələb edirdi.
Syanov Mustafa xana heç bir vəd vermir, əksinə vaxtilə Qarabağdan Şirvana köçürülmüş əhalinin geri qaytarılmasını və Şamaxıya tabe olan Cavad ərazisinin Qarabağa verilməsini tələb edirdi. Syanov Şəki və Qarabağ xanlıqlarına bildirdi ki, Şamaxı xanlığı tabe olacağı halda torpaqlarının bir hissəsi Səlim xana, Cavad torpaqları İbrahim xana veriləcəkdir. Birləşmiş qüvvələr 1805-ci noyabrın 30-da Mingəçevir yaxınlığında Kür çayını keçərək Şirvan torpaqlarına soxuldular. Lakin Mustafa xan Syanovun müqaviləyə qol çəkmək təklifini yenə də rədd edərək Fit dağındakı müdafiə mövqelərini möhkəmləndirdi. 1805-ci dekabrın 27-sində düşmənin qüvvələri qarşısında dayana bilməyəcəyini dərk edən Mustafa xan Rusiyanın hakimiyyəti altına keçmək haqqında müqavilə imzalamaq məcburiyyətində qaldı.